Feili bağlama işlənmiş cümləni və ya cümlələri müəyyən edin. 1. Uşaq qarşısındakı bu gülümsər çöhrəli kişiyə diqqətlə baxdı. Bu cümlədə feili bağlama işlənməyib. Qadınlar mövzunu dəyişlər, indi də paltar yumaqdan danışırlar. Paltar yumaqdan burada məsdər var, yəni feili bağlama işlənməyib. İkini çıxırıq. Dincini almaq üçün otağa girib taxtın üstündə uzandı. Bax, dincini almaq üçün otağa girib feili bağlama var bu nümunədə. Qeyd edirik. Oğlan dinməz söyləməz atasının tapşırıqlarını yerinə yetirdi. Bu cümlədə də feili bağlama işlənməyib. Cavabımız olur C bəndi, yalnız 3. Zərf işlənməmiş cümlələri müəyyən edin. 1. Bəzi yerlərdə qalanın qalıqlarını indi də görmək olar. İndi burada zərfdir, işlənib. 1 olan bəndləri çıxırsınız. Dağın müəyyən hissəsinə avtomobillə qalxmaq mümkündür. Burada zərf işlənməyib. Qeyd edirik. Yayla bu hissədə kəskin formunu yuxarıya qalxır. Yuxarı zərfdir. 3 olan bəndlərdə çıxırıq. Ərazidə bir neçə müşahidə meydançası inşa edilmişdi. Bu cümlədə zərf yoxdur. Cəllad kəndiri hazırlayanda bəndə qorxmağa başladı. Bu cümlədə də zərf yoxdur. Cavab olur 2, 4, 5 D bəndi. Cədvəldəki uyğun nümunələri müəyyən edin. Nöqtələrin yerinə q olmalıdır, nöqtələrin yerinə k səsi olmalıdır. İndi gəlin aşağıda görək hansı bənddə uyğunluq öz əksini tapıb. Təzyiq necə tələffüz olunur? Təzyiq k yazılır. Təqlid, bəli burada q yazılır. Həddi büluğ. Demək buradan 1 ilə 3-ü çıxırıq. 1 ilə 3 harada varsa çıxırsınız. Cavabımız ya budur ya da bu. İndi baxaq. Şəfqət yazılır, şəfqət deyilmir, düzdür? Yəni şəfqət yazılır, şəfqət də deyilir bu formada. Sonra təqsir, komik bu formu. Buradan da 4'e çıxır, cavab olur 2, 5, 6 B variantı. Nümunə ilə bağlı verilən fikrə əsasən klasterə tamamlaya bilənləri müəyyən edin. Özünün mənən sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. İndi bizə verilən nümunə budur. Şəxs, təyini və qeyri-müəyyən əvəzliklər işlənib. İndi baxaq görək nümunədə şəxs əvəzliyi var. Bax, özünün təyini əvəzliyi var. Köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə qeyri-müəyyən əvəzliyi var. Burada şəxs əvəzliyi varmı? Xeyr. Deməli bu səhv fikirdir. İndi biz bu səhv fikrə əsasən bura səhv fikirlər seçməliyik. Yəni bu aşağıdan doğruları çıxırıq, səhv hansılar qalır, cavab kimi onu seçirik. Say əşyanın konkret miqdarını bildirir. Bu nümunədə say işləmir. Bax, sifətlə ismin arasındakı bir sözü say olmur. Deməli, bir səhvdir. Harada bir varsa onu saxlayırsınız, digərlərini çıxırıq. Yəni, cavab kimi bir səhv fikir olduğu üçün biri bura qeyd edə bilərik. Xəbər şəklində olan feil idi hissəci ilə işlənib. Bildirmək istəmirdi, istəyir idi, istəmir idi. Baxın, bu idi hissəcinə işlənib doğru fikir. Doğru fikir olduğu üçün 2 olan bəndi çıxırıq. Biz bura ancaq səhv fikirlər yazmalıyıq. Həm feil, həm də zərfin xüsusiyyətini daşıyan söz yoxdur. Bu nümunədə feili bağlama varmı? Xeyr, feili sifət var, amma feili bağlama yoxdur. Deməli, bu da doğru fikir olduğu üçün 3 olan bəndlərdə çıxır zaten. Bunda çıxdıq, cavabımız olacaq bu. İsim konkretdir, qeyri-müəyyən təsirli haldadır. Bu cümlədə isim varmı? Köməksiz bir adam kimi, bəli, adam burada isimdir. Və qeyri-müəyyən təsirli haldadır mı? Xeyr, adlı haldadır. Səhv fikirdir. Feillərdən biri qayıdış, digərləri məlum növdədir. Sarsılmaq məlum növdür. Acizləşmə üzrə olduğu məlum növdür. İstəmirdi, məlum. Yəni, bu nümunədə qayıdış növdə işlənmiş feil yoxdur. Cavab olur 1, 4, 5 A variantı. Çoxaltma dərəcəsinə sifət işlənmiş hansı cümlədə ismin xüsusiyyətlərini daşıyan qeyri-müəyyən miqdar sayı işlənib? Əvvəlcə gəlin görək hansı cümlələrdə çoxaltma dərəcəsinə olan sifət işlənib. Ondan sonra ikinci şərti taparıq. İri gözlərində olduqca mülayim və mehriban bir baxış vardı. Bax, olduqca mülayim baxış çoxaltma dərəcəsində bu cümləni qeyd edirsiniz. Keçən il daha aşağı bal toplamışdım. Çoxları da bunu bilir. Burada çoxaltma dərəcəsində sifət var? Xeyr. Bu cümləyə heç baxmayacaq. B bizim cavabımız olmayacaq. Çox yüksək tələbləriniz var. 5-cilər bunlara cavab verə bilmirlər. Çox yüksək qeyd edirik.
Birinə bir kəlmə söz deyə bilmirsən, hamısı irada çox sərt cavab verir. Burada sərt cavab vermək zərf olduğuna görə bunu da çıxırıq. Həmin gün malların bir qədərini çox ucuz qiymətə satmalı olduq. Çox ucuz qiymətə. İndi baxaq görək hansında ikinci şərt. İsimləşmiş qeyri-müəyyən miqdar sayı var. Birinci cümlədə var, xeyr. A bəndində yoxdur. C-də varmı? C-də sıra sayıdır. Qeyri-müəyyən miqdar sayı deyil. Bunu da çıxırıq. Amma Y-də malların bir qədərini, bəli, burada isimləşmiş qeyri-müəyyən miqdar sayı var. Cavab olur Y variantı. Antonim cütlüklərdən hansının və ya hansılarının hər iki tərəfini amonimli olan söz kimi düşünmək olmur. At, tut, hər iki tərəfi amonim. Həm antonimdir, həm də hər iki tərəfi amonimdir. Bir var at isim kimi, bir də var feil kimi. Tut yenə isim və feil kimi amonimdir. Biri çıxırıq. Bir olan bəndlər getdi. Yaş, quru, göz yaşı, bir də yaş, nəm kimi, isim və sifət kimi amonim olur. Quru, feil və sifət kimi amonim olur. Və yaş ilə quru da bir-biri ilə antonimdir. İki olan bəndlərdə çıxırsınız. Gen, dar. Gen sifət, bir də isim kimi gen. Yəni insanın genləri. Dar sözü yenə dar ağacı və dar sifəti ilə bir-birindən də həm də antonimdir. Üçü də çıxırıq. Cavab qaldı C variantı. Yad, doğma. Və bunlar bir-birindən antonimdir, amma hər iki tərəfə amonimliyi yoxdur. Yadın amonimliyi var. Yad sifət kimi də var. Yad, yaddaş mənasında. Doğma sözün isə amonimliyi yoxdur. Sualın cavabı olur C variantı. Hansı cümlədə təsirli halda olan isim işlənmişdir? A. Saatın iri kəfkiri hərəkət etdikcə otağa ayaqlar çıqqıltı yayılırdı. Bu cümlədə təsirli halda olan isim var. Xeyr. Rəsmi bir şəxs bildirmişdi ki, burada şübhəli işlə məşğul olurlar. Nümunədə var təsirli halda isim. Xeyr. Xahiş edirəm, buradakı həyat tərzi və yaşayış haqqında danışasınız. Həyat tərzi, yaşayış heç biri təsirli halda deyil. Onun yaşla dolmuş və torlanmış gözü qatı qaranlıqda atı güclə seçdi. Nəyi seçdi? Atı. Bax, təsirli halda isimdir. Kiçik daxmalarda yanan çıraqlar göydəki ulduzlar kimi parıldayırdı. Cavab olacaq D variantı. Bu cümlədə təsirli halda işlənmiş isim atı sözüdür. Nümunə ilə bağlı düzgün fikir müəyyən edin. Kipiyaninin kölgəsi uzanıb alçaq daxmaların belinə sərilir. Bəzən divarların dibi ilə sürünür, bəzən də küçənin kənarı ilə irəliləyirdi. A bəndi. Zərfin mənaca iki növünə aid nümunə işlənmişdir. Baxaq görək bu cümlədə zərfin mənaca iki növünə aid nümunə varmı? Uzanıb alçaq daxmanın belinə sərilir, bəzən divarların dibi ilə sürünür, bəzən zaman zərfləri var burada. Başqa var? Xeyr. Bax, bunlar yer zərfi deyil, kənar yer zərfi deyil, daxmaların beli yer zərfi deyil. Burada da feili bağlamadır. Deməli, zərfin mənaca sadəcə bir növünə aid nümunə var. A bəndi səhvdir. Təsriflənən feillərin hamısı qayıdış növdədir. Elə birinci səhvdir ki, bax, uzanmaq məlum növdədir. Elə bunu çıxdıq. C. Mənsubiyyətə görə dəyişən sözlərdən biri isim deyil. Kipiyanın kölgəsi isim, alçaq daxmaların beli isim, bəzən divarların dibi isim, bəzən küçənin kənarı isim. Bu cümlədə mənsubiyyətə dəyişmiş qeyri-isim yoxdur. Çıxdıq. Həm əlamət, həm də keyfiyyət bildirən sifət var. Alçaq daxmaların əlamət bildirir. Belinə sərilir. Keyfiyyət varmı? Xeyr. Bu da səhvdir. Cavabımız olur. Əsas nitqçilərinin ikisinə aid nümunə yoxdur. Yəni isim, feil var, sifət var, zərf var. Deməli, burada sayla əvəzliyyət nümunə yoxdur. Cavab olacaq Y variantı. Sualın cavabı, doğru cavab. Əsas nitqçilərindən ikisinə aid nümunə yoxdur. Bəli, sayla əvəzliyyət nümunə olmadığına görə cavabı Y bəndi götürürük. Hansı cümlədə əvəzliyin daha çox məna növünə aid nümunələr işlənmişdir? A bəndi. Məktəbin ən sevimli müəllimlərindən birini niyə xətaya saldın? Burada niyə sual əvəzliyi göz qabağında. Burada biri sözü
Əvəzlik deyil. Müəllimlərindən biri, ikisi, üçü. Bu saydı. Ona görə də bunu əvəzlik kimi saymırsınız. Burada bir nümunə var. Bəlkə sən qəsdən demirsən ki, məni bütün işlərdən qovsunlar. Sən məni bütün. Başqa var? Xeyr. Burada da ikisi şəxsdir, biri təyin əvəzlikdir. Buna da iki məna növü yazaq. Bir anlıq elə hiss yarandı ki, atası haradasa dayanıb ona baxır. Məsələn, elə hiss yarandı, necə hiss, işarə əvəzliyi. Atası haradasa, sual əvəzliyi, dayanıb ona şəxs əvəzliyi. Bu nümunədə 3 müxtəlif məna növünə aid nümunə var. Özü də narahat olur ki, kimisə fəlakətə sala bilər. Özü kimisə. Qeyri-müəyyənlə təyin əvəzliyi. 2 müxtəlif məna növ. Bu sükut il qədər uzun çəksə də heç nə söyləmədən gözlədim. Bu heç nə. Başqa var? Yox. Burada da 2. Daha çox məna növünə aid nümunə C bəndində işlənib. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Yadda saxlayın ki, bu tipli cədvəllərdə verilən fikrin qarşısındakı həmin hökmün doğru və yanlış olduğunu təsdiqləyərsə, o doğrudur. Təsdiqləmirsə, yanlışdır. İndi biz yanlış cavablar tapmalıyıq. Rəsmxət sözünün yazılışı ilə deyişi fərqlənmir. Əslində rəsmxət olur, düzdür? Deməli, bu yanlış deyildi, amma bura doğru yazılıb. Bu uyğunsuz fikirdir. Bunu cavab kimi qəbul edirik. Harada bir varsa saxlayırsınız, yerli qalanlara çıxırıq. Tsunami və surət sözlərində eyni sayt uzun tələffüz olunur. Xeyr, yanlışdır. Burada yanlış yazıldığı üçün bu doğru fikirdir. Uyğunsuzluq təşkil eləmir. Mürəkkəb sözündə kar santimlərin sayıcı 7 santimlərdən azdır. Bu cığlaşır, bu pırlaşır. 2 dənə kar santimlər mırı. Cığda 3 cingiltili saat. Bəli, bu da doğrudur. Doğru olduğu üçün bunu da çıxırıq. Zaten 2 ilə 3 arada varsa çıxmışıq. Söyütdük sözündə kar cingiltili saat cütlüyü işlənib. Söyütdük, bəli, işlənib. Burada doğrudur, amma burada yanlış yazdığı üçün bu da yanlışdır. Vizual sözündə səslərin sayı hərflərin sayından çoxdur. Bu sözün yazılışı ilə deyilişi fərqlənmir. Ona görə bu səhvdir. Bura doğru yazıldığı üçün bunu da yanlış qəbul edilir. Yəni uyğunsuzluq 1, 4, 5 cavab olur B variantı. Mətnə əsasən Məhəmmədin verdiyi suallar onun nöqtələrin yerinə hansı fikri yaza bilərik? Mətndə Məhəmməd, yəni böyüklərin hərəkətini, suallarını, fikirlərini bir-bir analiz edir. Yəni onlar deyir ki, bax, Allah nə üçün bu bəlanı insanların başına gətirir? İnsanlar bəs nə günahmı işləyiblər və s. və s. və s. Artıq nə edir? Bunları analiz edir, düşünür, yəni tənqidi yanaşır. Bu da onu göstərir ki, hadisələrə tənqidi və düşüncəli yanaşdığını göstərir. Cavab olur C variantı. Mətnlə bağlı yanlış fikirləri müəyyən edin. Hadisənin məsciddə elan edilməsi onun ictimai əhəmiyyətini göstərir. Bəli, bu ümumi hər kəsi əhatə elədiyi üçün ictimai yerdə toplanırlar. Bu da onun ictimai əhəmiyyətini göstərir. Bir doğru fikirdir. Bir harda varsa çıxırsınız. Cəmaatın dua və tövbəyə yönəlməsi onların dini naslardan xəbər verir. Bu da doğru fikirdir. Yəni, çətin hallarla üzləşdikdə daha çox dua və tövbə ilə problemi həll edəcəklərini düşünürlər. İkini də çıxırıq. Müsəllaya çıxmaq çəkicilərə qarşı tətbiq edilən texniki tədbirdir. Bu texniki tədbir deyil də, dini inancla bağlıdır. Bu daha çox mənəvi tədbirdir. Dua eləməyə çıxırlar. Düzdür? Yəni, bunun texniki tədbir demək olmaz. Cəmaat əvvəlki nəsillərin yaşadığı təcrübələr əsaslarına davranır. Bəli, burada bir diyaloq var. Adamlardan bir ayağa qalxdı, xandan icazə danışmağa başladı. Mənim yaşım 100 olmasa da 100-ə yaxındır və s. başına gələn hadisələri danışır da, əvvəlki təcrübənin əsasən danışır. Bu doğrudur. 4 olan bəndə çıxırıq. Gənc nəsil dini inanclarla yaşayan yaşlı nəslin düşüncələrini sorğulamır. Əslində mətndə Məhəmmədin bu işi sorğuladığını deyir. Məsələn, doğrudan da bu çəyirtkələri Allah göndərib. Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adam yazıq deyilmi? Və s. və s. və s. Cavab olur 3-5 D variantı. Qarşısında rəqəm yazılmış hansı cümlələrdə mətnin üslubu xüsusiyyətləri özünü göstərir? Mətn hansı üslubdadır? Bədi üslubdadır. Düzdür? Bədi üslubunda üslubu xüsusiyyətləri daha çox bədilik, obrazlıq, poetizm olacaq. Baxaq görək, hansı cümlələrdə bədilik, obrazlıq öz əksini tapıb.
İkinci cümləyə baxın. Yaşı qurunu da yandırıb yaxar, hamını qara günəyə qoyar. Burada bədii təzad var. Bəli, obrazlıq da var. Hamını qara günə qoyar, yaşı qurunu da yandırıb yaxar və s. Bunu qəbul edirik. 2 ilə başlayanlar saxlayırsınız, digərləri çıxırıq. Sonra baxırıq, üçüncü cümlədə varmı? Xanın özü də qızıl nişan tikilmiş papağını çıxarıb ayaqyalın gedirdi. Xeyr, bu cümlədə heç bir bədilik, obrazlıq yoxdur. 4-ə baxırıq. Onlar uçanda bulud kimi yerə kölgə salır. Çərkələrdən söhbət gedir. Təşbih var burada. Sanki yüzlərlə at arpa yeyir. Xırpa-xırpdan qulaq tutulurdu. Yəni burada da dediyimiz kimi obrazlıq var. Cavab olur 2-4 C variantı. Mətnlə bağlı cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətnə görə müəyyən etmək olur, mətnə görə müəyyən etmək olmur. Dini inam və düşüncənin hələ də sosial qərarların mühüm hissəsi olduğunu, bəli, bunu mətnə görə müəyyən edə bilir ki, cəmaatın başına bir problem gələndə onlar məscidə yığılıb, müəyyən bir məşvərətlər eləyib, müsəllaya çıxırlar və s. və s. Bir olan bəndləri saxlayırsınız. 2. İnsanların gözünün açılmasına imkan verməmək üçün məktəblərin olmamasının mətndə bu haqda ümumiyyətlə toxunulmayıb. 2 olan bəndi çıxırıq. Mətnə görə müəyyən etmək olmur. Liderin hansı göstəricilər əsasında seçildiyini, mətndə xanın adı çəkilir. Belə deyək, xan haqqında məlumat verilir, amma xanın necə seçilməsi ilə bağlı fikir səsləndirilməyib. Kollektiv dini ayinlərin insanlara psixoloji rahatlıq verdiyini, bəli, mətndə görürük ki, bu çərkələrin öhdəsindən gəlmək üçün əsasən də dua eləyirlər. Yəni dini ayinlərin insanlara bu dua müsəllaya çıxmaqları onlara mənəvi rahatlıq, psixoloji rahatlıq gətirir. Bunu müəyyən etmək olur. Cavab olur 1-3 D variantı. Hansı fikri mətnlə əlaqələndirmək olmaz? İnanc dua ilə güclənər, tədbirlə tamamlanar, əlaqələndirə bilərik. Yəni müsəllaya çıxırlar, həm də göyərçin gətirmə adam göndərirlər. Təbiətin dilini anlamaq fəlakəti dəf etməyin ilk yoludur. Yəni bilirlər ki, çərkələrin öhdəsindən göyərçinlər vasitəsilə gəlmək mümkündür. Bilik qorxunu azaldar, inam isə güc verər. Dua ilə eləyib öhdəsindən gələcəklərinə inanırlar. Hər çarəsizliyin qarşısında bir yol da var. Bəli, bu mətndə öz əksini tapıb. Təbiət özünə qarşı edilən səhvləri bağışlamır. Mətndə bu haqda ümumiyyətlə bir şey yoxdur. Yəni insanların təbiətə qarşı hər hansı səhv eləməsindən danışılmır. Cavabımız olur Y variantı. Mətndəki çəyirtkə fəlakətinin səbəbi kimi nə göstərilmişdir? Burada fikir verin. Xanın Mirzəsi sözə başladı. Camaat Allah Taalanın insanlara qəzəbi tutubdur. Fövqəladə bir şey olub, mahala çəyirtkə gəlib. Bax, cavab olaraq bunu qeyd edə bilərik. Allah Taalanın insanlara qəzəbi tutubdur. Allah Taalanın insanlara qəzəbi tutubdur. Bu cümləni yəni olduğu kimi və yaxud da buna uyğun, yəni bu fikri özündə ehtiva edən digər fərqli cümlələr yazıb sualı cavablandıra bilərsiniz. Amma məzmun itməmək şərti ilə. Mətnə əsasən cədvəli doldurun. Əsas problem həlli yolu. Bax, mətndəki əsas problem nədir? Çəyirtkələrin mahalı basması. Düzdür? Çəyirtkə təhlükəsi. Yəni çəyirtkə sözünü özündə ehtiva edən istənilən cavabı buraya yaza bilərsiniz. Amma mətnlə əlaqəli təbii ki. Yəni yazaq ki, mahalda çəyirtkə təhlükəsi. Əsas təhlükə budur. Yəni əsas problem budur. Mahala çəyirtkə basqını təhlükəsi yaranmışdır. Çəyirtkələrin gəlməsi, əkin sahələrini məhv etməsi və s. və s. Belə bir şeylər qeyd edə bilərik. İndi bunun həlli yolu nə idi? 1. Cəmaat müsəllaya çıxırıb dua eləyir. Müsəllaya çıxaraq dua edilir. Yəni göyərçinlər gətirilməsi üçün adam tədbir görülür. Göyərçinlər gətirilməsi üçün tədbir görülür. Tut gətirilir və s. və s. Bu kimi həlli yolları yazıb sualı cavablandıra bilərik. Üslubuna görə fərqlənən cümləni və onun üslubu xüsusiyyətlərini müəyyən edin.
Bax, bu cümləyə fikir verin. Son illərdə Azərbaycanda 1200 hektar sahədə məhsul zərər görmüş, bu isə milyonlarla manat itkiyə səbəb olmuşdur. Bu cümlənin həm məzmunca, həm də üslubca mətnə aid deyil. Tamamilə fərqlidir. Yəni, biz bu cümləni cavab kağızınıza qeyd edə bilərsiniz. Onun üslubu, cümlənin üslubu xüsusiyyətləri. Bu cümlə hansı üsluba aiddir? Publisistik üsluba, düzdür? Publisistik. Bu publisistik üsluba aid xüsusiyyət yazmırsınız. Cümlədə publisistik üsluba aid nə varsa onu qeyd edirik. Məsələn, publisistikdə yazmırsınız ki, həm şifahi, həm yazılı olur və s. Biz cümlənin üslubu xüsusiyyətlərini soruşuruq burada. Deməli, qeyd edirik ki, lüğət tərkibi aydın nitq formasıdır. Yəni, kütləviliyi var. Təsviri şərh eləyir, təsviri şərh formasındadır. Yəni, gündəlik olan hadisəni elə ki, məlumat verir. Şərh formasındadır. Və sair formada qeyd eləyə bilərik. Mətnə görə cəmaət hadisənin fövqəladə olduğunu əsasən anlamış olur. Bax, burada fikir verin. Xanın özünün də məscidə gəlişi hamını nigaran qoymuşdu. Bax, bu məsələ artıq burada hamı bilir ki, məsələ ciddi yanaşıb. Xan özü də gəlibsə, bu söhbətdə xan özü də varsa, deməli, bu artıq ciddi məsələdir. Fövqəladə bir prosesdir. O cümləni qeyd edə bilərik ki, bəli, xanın özünün də bu prosesdə yaxından iştirak etməsi məsələnin fövqəladə olduğuna əsas verir. Bu və buna uyğun fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Mətndə nöqtələrin yerinə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Cümlə sondadır. Göyərçinlər tutu çox sevirlər, çəyirtkələr də tutu sevir, ona görə də bunlar düşməndir. Beləcə göyərçinlər onların, məsələn, yaza bilərik, axırına çıxacaqlar. Frazo birləşmə yazmaqdır üslubu xüsusiyyətə görə. Məsələn, onların külünü göyə sovuracaqlar. Və s. Bu formada, bu məzmunda, yəni onları belə deyək də, axırına çıxmaq, məhv etmək məzmunun özündə əks etdirən frazo birləşmələr yazıb sualı cavablaya bilərik. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Bizə verilən cədvəldən buradan doğru fikri seçməliyik, buradan yanlış, buradan da ehtimal olan fikri seçməliyik. Baxaq görək cavabımız hansı olacaq. Yuxusuzluq beynəlxalq təşkilatın diqqətini cəlb edəcək qədər ciddi problemdir. Bəli, Dünya Səhiyyə Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Bunu biz doğru qəbul edə bilərik. Harada bir varsa saxlayırsınız, digərlərini çıxırıq. Cavabımız ya budur, ya budur. Alimlərin yuxusuzluğu genetik amillərlə izah etmək cəhdi uğursuz alınıb. Mətndə belə bir cəhddən danışılırmı? Xeyr. Cavabımız çıxdı. Yanlış fikrə baxaq. Yuxusuzluğun ən ciddi fəsadları yalnız psixoloji gərginlik formasında təzahür edir. Bu yanlış fikirdir. Niyə? Mətndə deyilir ki, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlam üçün ciddi bir təhdiddir. Yəni, burada sadəcə psixoloji gərginlikdən söhbət getmir, həm də fizikidən söhbət gedir. Sən yorulursan, hərəkət edə bilmirsən və s. Bu fikir yanlışdır. Uzun müddətli yuxusuzluq yaşayan insanların həyat keyfiyyəti aşağı düşür, bu doğrudur, yanlış deyil. Ehtimala baxaq. Məşhur mətbuat yuxusuzluq probleminin həlli üçün maariflərinizə tədqiqat həyata keçirir. Bəli, burada bu tədqiqatdan danışılır. Bu faktdır, ona görə də bunu biz ehtimal edəmirik. Normal yatmayan insan bir şeyi uzun müddət yadında saxlamaq qabiliyyətinə malik deyil. Bax, burada vurğulayır ki, insan yaddaşında 20%-ə qədər azalma olur da, düzdür? Yəni, biz də buradan belə bir ehtimal edə bilərik ki, yəni, normal yatmayan insan bir şeyi uzun müddət yadda saxlaya bilməz. Bunu ehtimal edə bilərik.
Aydın, burada deyir azalma var, amma biz ümumiyyətlə deyir ki, yadda saxlamaq qabiliyyətinə malik olmamasını ehtimal edə bilərik. Bunu cavab kimi seçirik. Doğru cavab olur 1, 3, 6 D variantı. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikirləri müəyyən edin. Sonuncu abzas budur. Ümumi məzmununa görə mətnin digər abzaslarından fərqlənmir. Bəli. Həm bütövlükdə mətn, həm də abzas publisistik üslubda və yuxusuzluqla bağlı danışılır. Bu da doğru fikirdir. Bir harda varsa çıxırsınız. Cümlələrdən birinin giriş hissədə işlənməsi daha məqsədə uyğundur. Xeyr, bu abzasdakı cümlələr hamısı bir-birini tamamlayır. Deməli, 2 yanlışdır. 2 ilə başlayanları saxlayırıq. 3. Abzas 3 hissədən ibarət müstəqil mətn kimi qəbul edilməlidir. Ümumiyyətlə, yadda saxlayaq ki, bu abzas müstəqil mətn ola bilməz. Niyə? Deyir ki, bu qədər ciddi təsirləri olduğu halda işarə əvəzliyindən söhbət gedirsə burada, yəni işarə eləyirsə, bu nəyinsə davamını göstərir. Müstəqil mətn olduğunu göstərmir burada. Deməli, 3 də səhvdir. Heç 3 hissəyə baxmırıq. Çünki bu mətn maksimum 2 hissəyə bölünə bilər. Buradan. Yəni 3 abzasa bölünə, 3 hissəyə bölünə bilməz. 2 abzas şəklinə verilməsi daha məqsədə uyğundur. Son abzas mətnin nəticə hissəsi olar. Bəli, bu hissədən ayrılsa, bu 2 abzas şəklində salına bilər və bu da nəticə hissə olacaq. Digəri daha 2-ci abzas. 4 doğrudur. Problemin tibbi və alternativ həlli yolları öz əksini tapmışdır. Mətndə heç bir tibbi və alternativ yoldan danışılmır. Sadəcə tövsiyələr var ki, belə olsa belə olar. Yəni burada tibbi, müalicəvi, profilaktik bir işlərdən danışılmır. Yəni ki, bunu elə, bu dərman, və s. və s. və s. Deməli, bu da yanlışdır. Cavab olur 2, 3, 5 D variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Yuxuya müsbət təsir edən amillər, yuxuya mənfi təsir edən amillər. Ağır yeməkləri və kafein tərkibli içkiləri gündəlik rasiondan çıxarmaq. Diqqət etsəz mətnə deyir ki, yatmazdan qabaq belə şeylər yeməyin. Rasiondan çıxartmaq söhbətindən danışılmır. Ona görə də bunu cavab kimi seçmirik. Yuxu üçün konkret zaman və müddət ayırmaq. Bəli, mətndə bu haqda deyir ki, yuxu rejiminə riayət etmək, hər gün eyni saatda yatmaq və oyanmaq vacibdir. Bir də 5-6 saat yatmağın lazım olduğunu deyir. Yəni ən az, bunu vurğulamaq. 2-ni qəbul edirik, 2 ilə başlayanları saxlayırıq, qan çıxırıq. İndi gəlin görək, mənfi təsir edən amil hansıdır? Yuxu müddətinin əsas hissəsini gündüz vaxtına salmaq. Mətndə bu haqda məlumat yoxdur. Yataq otağının lazımi parametrlərə cavab verməsi. Bəli, mətndə deyir ki, yataq otağı sərin, sakit olmalıdır. Bu olmasa yuxunuza mənfi təsir eləyər. Bunu da qəbul edirik. Cavab olur 2-4 Y variantı. Yuxusuzluğun beyində yaratdığı dəyişikliklərin nəticəsi kimi hansı hal göstərilib? Bax, bu abzasda fikir versəz, uzun müddət yuxusuz qalmaq beyindəki kimyəvi balansı pozur və serotonin kimi mühüm neyrotransmitterlərin səviyyəsini aşağı salır. Bu, psixoloji sağlamlığı pisləşdirir. Bax, cavab olaraq biz bunu götürə bilərik ki, A variantı kimyəvi balansın pozulması nəticəsində yaddaş və konsentrasiya zəifləyir. Burada da qeyd edir də, qısa müddətli yaddaş və konsentrasiyanı zəiflədir. Cavab oldu A variantı. Çərçivə içərisində verilmiş ifadə hansı cümlədə mətndəki mənada işlənmişdir? Bax, əvvəlcə gəlin mətndəki mənaya baxaq. 2016-cı ildə aparılan araşdırma yuxusuzluğun iş yerində səhvlərin sayını artırdığını və reaksiya müddətinin uzandığını göstərir. Yəni, reaksiya müddətinin uzun çəkdiyini, bir müddətə qədər davam etdiyini, daha uzun olduğunu, sürəkli olduğunu vurğulayır. Burada da ən uyğun cavab işlərim uzandığına görə ərizə yazıb 1 həftə icazə aldım. Ən uyğun cavab buradadır. Sualın cavabı olur B variantı. Yəni işlərim uzun çəkir. Burada da yuxusuzluq, yəni problem uzun çəkir. Yəni reaksiya müddətinin uzun çəkdiyini göstərə bilir. Cavab oldu B variantı. Mətndə yuxusuzluğun miqyasına görə qlobal problem olması hansı faktla əsaslandırılır? Birinci abzasının son cümləsinə fikir verin. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbi ilə erkən ölüm riski ilə üzləşir. Bax, bu fakta görə biz bunu qlobal problem olmasını vurğulaya bilərik. Deməli, bu cümləni bura qeyd edirik ki, üstün məlumatına görə hər il
dünyada 7 milyon insan yuxusuzluq səbəbi ilə erkən ölüm riski ilə üzləşir. Bax, bu fakta əsaslanaraq deyirik ki, yuxusuzluq qlobal problemdir. Yəni, bu cümləni olduğu şəkildə bura qeyd eləməlisiniz. Mətnə əsasən cədvəli tamamlayın. Müddəə verilib, ona uyğun fakt yazmalıyıq. Müddəədə deyilir ki, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlamlıq üçün ciddi bir təhdiddir. Yəni, yuxusuzluğun səbəb olduğu problemləri bura qeyd edə bilərik. Mətndən təbii ki, seçib. Nə yazıb mətndə? Yuxusuzluq bədənin qan təzyiqini yüksəldir və ürək damar sisteminə əlavə yük yaradır. Bunu qeyd edə bilərik. Yuxusuzluq bədənin qan təzyiqini yüksəldir və ürək damar sisteminə əlavə yük yaradır. Bunu qeyd edə bilərik. Sonra məsəl üçün, bax, bu cümləni qeyd edə bilərsiniz. Yuxusuzluq insanların düşünmə sürətində və yaddaşında 20% qədər azalma eləyir. Bunu qeyd edə bilərik. Və yaxud da yuxusuzluq qeyd edə bilərik ki, bədənin insulinə olan həssaslığını azaldır. Bədənin insulinə olan həssaslığını azaldır və glukoza metabolizmini pozur. Glukoza metabolizmini pozur. Bunu qeyd edə bilərik. Və yaxud da uzun müddətli yuxusuzluq beyindəki kimyəvi balansı pozur, serotonin səviyyəsini aşağı salır. Yəni, və s. faktları qeyd edib, ikisini bura yazaraq sualı cavablandıra bilərsiniz. Altından xətt çəkilmiş cümləni uyğun düzəlişlər etməklə yenidə yazın. Bura fikir verin, qeyd olun, ancaq qüsurlu məqamlarına uyğun düzəliş edir. Məsələn, altından xətt çəkilmiş cümlə burada da baxaq. Yuxusuz insanlar daha çox səhv edirlər. Fokuslanma istedadları zəifləyir və iş yerində məhsuldarlıq yerə düşür. Bax, fokuslanma istedadı yox, bacarığı və yaxud da qabiliyyəti, fokuslanma istedadları, bacarıqları, qabiliyyətləri, yəni istedadları xətalıdır burada. Bu da yəni məhsuldarlıq yerə düşür, yox, aşağı düşür olmalıdır. Məhsuldarlıq aşağı düşür olmalıdır. Düzdür, Aysa. Deməli, indi mən bu cümləni qeyd eləsəm, sadəcə qüsurlu məqam bu iki. Bir, yəni cümləni tam yazmıram, sadəcə dəyişəcəyim sözləri deyirəm. O istedadların yerinə yazırsınız bacarıqları və ya qabiliyyətləri, yəni buna uyğun fikirlər yerə düşür də yox, aşağı düşür. Aşağı düşür yazmalısınız. Yəni dediyim kimi, yenə bu cümlədə sadəcə bu iki hissədə dəyişiklik edirsiniz. Yəni başqa yerdə dəyişiklik etsəniz, bilin ki, tam cavab almaya bilərsiniz. Yəni dimin imtahanında da diqqətli olun ki, qüsurlu məqam deyəndə ancaq qüsurlu hissəyə toxunub düzəliş edirsiniz. Yerdə qalan cümləni olduğu kimi köçürürsünüz. Mətnə əsasən cədvəli tamamlayın. Yuxusuzluğun fərdi nəticəsi, yuxusuzluğun ictimai nəticəsi. Fərdi nəticəsi nə ola bilər? Fiziki yorğunluq deyə bilərik. Fiziki yorğunluq deyə bilərik. Yəni insanın özündə hiss elədiyi. Sonra yaddaş zəifləməsi deyə bilərik. Yaddaş zəifləməsi deyə bilərik. Qan təzyiqinin və s. əsəbilik, depressiv hallar, immun sisteminin zəifləməsi, xəstəliklərə meyillik və s. İctimai nəticə nədir? Yəni cəmiyyətlə bağlı olan, məsələn, iş yerində məhsuldarlığın azalması. Məsələn, iş fəaliyyətində məhsuldarlığın azalması. Məhsuldarlığın, yəni bunun ümumi işə təsiri var da, düzdürmü? Azalması. Sonra qeyd edə bilərik ki, ictimai təhlükəsizliklə bağlı problemin baş verməsi,
İctimai təhlükəsizlik, yəni sizə tutaq ki, nəyisə mühafizə eləmək işi tapşırılır, siz yuxusuz qalırsınız, yatırsınız, onu mühafizə eləyə bilmirsiniz. Sonra avtomobildə məsələn qəza şəraitinin yaranması, avtomobildə qəza şəraitinin yaranması və s. və s. Yəni cəmiyyətdə baş verən mənfi nəticə bu ictimai nəticəsidir. Amma fərdin özünün şəxsi ilə bağlı, yəni fiziki problemlə bağlı olan da onun fərdi nəticəsidir. Yaxud cədvəli bu şəkildə fikirlər yazaraq cavablaya bilərsiniz. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Nöqtələr buradadır, baxaq görək. 2019-cu ildə Nature Neuroscience tərəfindən yayımlanan bir tədqiqat 5 saatdan az yuxu alan insanların düşünmə sürətinə və yaddaşda 20%-ə qədər azalma olduğunu təsdiqləmişdir. Və yaxud qeyd edir, göstərmişdir. Və yaxud da qeyd edir, üzə çıxarmışdır. Və yaxud da yazır, bildirmişdir. Və s. buna uyğun sözlər yazaraq sualı cavablandıra bilərsiniz.